Salam, bu videomuzda Dövlət İmtahan Mərkəzinin sınaq imtahanında istifadə olunmuş maraqlı bir sualın izahını verərik. Gəlin sualımıza baxaq. Reyn, Sena və Luara çaylarına aid olan əlamətlər. Birinci fikir, estuari yaradırlar. Bildiyimiz kimi hər üç çay Qərbi Avropa regionunda yerləşir və hər üçü də estuari yaradır. Yəni mənsəbində körfəz formasında relif forması yaradır ki, buna da estuari deyilir. Ona görə bir doğrudur. Eyni istiqamətdə axırlar. Burada Sena və Luara çayları qərb istiqamətdə axsa da, Reyn çayı şimal istiqamətdə axır. Yəni şimal-qərb istiqamətdə axır. Ona görə bu yanlış olacaq. Qabarma vaxtı gəmiçilikdə istifadə olunur. Hər üç çay qabarma vaxtı gəmiçilikdə istifadə olunur. Yəni qabarma və çəkilmənin üstün olduğu çaylardandır. Ona görə bu da doğru fikirdir. Şimal dənizinə tökülürlər. Reyn çayı şimal dənizinə tökülsə də, Sena çayı La-Manş boğazına, Luara çayı isə Biskay körfəzinə tökülür. Ona görə bu yanlışdır. Orta Avropanın çaylarıdır. Bu doğrudur. Qərbi Avropanın Orta Avropa regionuna aiddir. Dağ çayları hesab olunurlar. Orta Avropa əsasən düzənlik olduğu üçün bu çaylar dağ çayları yox, daha çox düzənlik çaylardır. Burada daha çox hündür dağlardan Reyn çayı başlayır. Ona görə hər üçünə aid olmadığı üçün bu da yanlış olacaq. Düzgün cavabımız olacaq 1, 3, 5 Y variantı.